izləyicilərim. Bugün sizlərlə Əfsanatlı Xaqanın ana şeirini paylaşacağım. Qeyd etdiyim kimi, həmçinin sürətli oxu dərsləri də keçirəm və izləmə metodu ilə gəlin şeirimizi birlikdə oxuyaq. Ana. Əgər olmasaydı ana zəhməti, qazana bilməzdim heç bu şöhrəti. Onun hər sözündən alıram qüvvət. Qəlbini mum etdi, verdi nəsihət. Düşmən tənəsi ilə kəsilsə yolum, o zəif qarıdan güc alar qolum. Onun duaları olmasaydı, ah, ömrüm puç olardı, yəqin bir sabah. Onunla fəxr edir Şirvanlı olan, odur bu torpağa məni bağlayan. Ədəbiyyat dərslərimizə də aid videolar çəkəcəm və bəyənib kanalıma abunə olun. Bəyənəndə və yaxud da abunə olanda daha da həvəslə, maraqla videolar çəkirəm. İnşallah əsərlərin izahı, şeirlər, onları da gələn videolarımda çəkəcəm.